Salam əziz müasir bələdçisi verilişinin izləyiciləri. Xoş gördük sizi. Bugün yenə yeni bir mövzu ilə qarşınızdayıq. Mövzuya keçməzdən öncə qonağımı sizə təqdim etmək istəyirəm. Qonağımız Abacus Audit və Consulting şirkətinin audit meneceri, həmçinin İqtisadi Araşdırmalar və Tədris Mərkəzində peşəkar mühasib təlimləri üzrə, MHBS təlimi üzrə əsas təlimçilərimizdən biri Orxan Zalovdur. Xoş gördük Orxan müəllim. Xoş gördük Könül xanım. Necəsiniz? Çox sağ olun, siz necəsiniz? Sağ olun. Bugünkü mövzumuz əsasən tələbələr üçün maraqlı olacaq. Oxuyub, həm də yəni təhsil ala-ala işləmək istəyən tələbələr və yaxud ilk öncə iş həyatına başlayıb sonradan təhsil almağı qərarlaşdıran şəxslər, ikisini bir paralel aparmaq istəyən şəxslər üçün tövsiyə xarakterli bir mövzumuz olacaq. Bəli. Siz özünüz də bunu praktik olaraq öz həyatınızda tətbiq etdiyiniz üçün və uğurla bu yolu keçdiyiniz üçün düşünürəm ki, sizin fikirləriniz çox faydalı olacaq gənclərimizə. Mövzumuzu belə başlamaq istəyirəm Orxan müəllim. Təhsil almaqla paralel İşləməyin ümumiyyətlə bir üstünlüyü varmı? Yəni təhsil ala-ala iş həyatına başlamalıdırlarmı? Yoxsa gözləməlidirlər təhsil bitsin sonra iş həyatına başlasınlar? Bunun hansı üstünlükləri var? İlk öncə buradan başlayaq. Bəli, yaxşı mövzuya toxundunuz. Elə yaxşı sualdır. Bu mövzuya başlamaq üçün ən ideal suallardan biri deyə düşünürəm. Ümumiyyətlə keçmişdə biraz əvvəllərdə belə bir mif var idi ki, tələbələr əvvəlcə universiteti bitirməlidir, universiteti bitirəndən sonra iş həyatına atılmalıdır, universitet dönəmində ancaq öz universitetdəki dərslərinə fokuslanmalıdır. Amma mən son dövrlərdə universiteti bitirmiş və universiteti bitirməkdə olan bir tələbə olaraq bu yolu keçmişəm və düşünürəm ki, hazırda bazar mühiti daha rəqabətçildir keçmişə nisbətən, əvvəllərə nisbətən. Bu baxımdan hazırda bizim oxuya-oxuya işləməyimiz, həm də oxumağımız bizi gələcəkdə öz karyeramızda daha uğurlu olmağa, daha peşəkar olmağa doğru aparır. Yəni, oxuya-oxuya işləməyin böyük üstünlükləri olduğunu tərəfdarıyam. Çox gözəl. Orxan müəllim, bəs tələbə iş tapmaqda bugün çətinlik çəkir yəqin ki, təcrübəsi olanlar belə iş tapmaqda çətinlik çəkir. Biz tələbə olaraq necə başlasınlar, hardan başlasınlar? Heç bir təcrübəsi yox, heç təhsili də tam deyil hələ, diplomu da yox. Necə eləsin ki, iş həyatına addım ata bilsin? Tələbə olaraq başlamağın birinci kursa başladı tələbə. Düşünürəm ki, 1 və 2-ci kurslarda öz ixtisası ilə əlaqəli hər hansı bir sahəyə yönəlmək düzgün olmaz. Çünki belə əsaslandıra bilərəm ki, universitetdə 1 və 2-ci kurslarda olan dərslər əsasən ümumi dərslərdir. Yəni tələbə öz ixtisası ilə əlaqəli, tutaq ki, maliyyə ixtisasında oxuyur və yaxud mühasibat ixtisasında oxuyur, amma 1-ci, 2-ci kursda bu ixtisasla əlaqəli hər hansı bir tədris aparılmır ona. Bu baxımdan 1-ci və 2-ci kurslarda tələbənin könüllülük fəaliyyətini aparmağı daha məqsədə uyğundur. Tələbə könüllülük fəaliyyətini apararaq əslində öz ixtisası ilə əlaqəli olmayan işlərdən məşğul olur, amma onun sosiallaşmasına, ətraf aləmdə dostlarının çoxalmasına və bilirsiniz ki, uğurlu bir karyerada yaxşı dostlardan, yaxşı tanışlıqlardan keçir, yaxşı əlaqələrdən keçir. Bu baxımdan 1-ci və 2-ci kurslarda tələbənin könüllülük fəaliyyətlə məşğul olmağı daha məqsədə uyğun olduğunu düşünürəm. 3-cü kursdan etibarən həm universitetdə tədris, öz ixtisasına əlaqəli tədris materiallarının çoxalması, dərslərin keçirilməsi tələbənin artıq o ixtisası ilə əlaqəli olan işlərə müraciət etməsinə səbəb ola bilər. 3-cü kursdan etibarən tələbələrə əsas məsləhətim bu olar ki, öz ixtisası ilə əlaqəli işlərin təcrübə proqramlarına müraciət eləsinlər. Təcrübə proqramlarında müəyyən bir müddət iştirak edəndən sonra artıq iş həyatına atıla bilərlər. Təcrübə proqramlarında iştirak eləməklə yanaşı, təkcə universitet dərsləri ilə kifayətlənmək yenə də onlara böyük bir uğur gətirməyəcək. Bununla paralel, universitetlə paralel mütləq özünü inkişaf etdirici kurslarda iştirak eləməlidir. Məsələn, tələbə mühasibdirsə və yaxud maliyyəçidirsə, auditdirsə, bu yönümlü bazarda kifayət qədər kurslar var, hansı ki, mühasibatlıq, maliyyə yönümlü kurslardır. Bu kurslarda iştirak eləməlidir. Əgər tələbənin dil bariyeri varsa, Azərbaycan dilində olan mühasibatlıq kurslarından istifadə edə bilər, kifayət qədər bazarda çoxdur. Yox, tələbənin hər hansı bir dil bariyeri yoxdursa, bu halda ACC yönümlü kurslarda daha iştirak edə bilər. Bu ona böyük bir üstünlük qazandırır. ACC-dən Financial Accounting, F3, Financial Reporting sertifikatlarını almağı demək olar ki, bizim sahədə böyük bir üstünlük qazandırır tələbəyə. Həm maliyyə hesabatlığı baxımından, həm uçotun qurulmağı baxımından tələbəyə çox şey qazandıracağını düşünürəm. Çox gözəl yerə toxundunuz ACC sertifikatı ilə bağlı. Tələbələr mənə həmişə sual verir ki, indi biz də tədris eləyirik bilirsiniz. Yəni onlar bir seçim arasında qalırlar. Bilmirlər ki, ACC onlara lazımdırmı, yoxsa
Bəzi fikirlər var ki, bunlar o qədər də ehtiyac deyil, işə götürəndə buna baxmırlar. Daha çox peşəkar mühasib sertifikatlarına yönəlirlər və bizim tədris elədiyimiz, məsələn, digər təlimlərə yönəlirlər. ACC-in önəmi barədə istəyərdim onu biraz vurğulayaq. Yəni, harada tələb olunur? Tələbə bunu nəyə görə qazanmalıdır? O suallar həqiqətən verirlər mənə. Bəli, əslində bu suallar mənim də gündəlik olduqca qarşılaşdığım suallar sırasındadır. Mən düşünürəm ki, tələbənin yenə də deyirəm, əgər ingilis dili bariyeri yoxdursa, ACC-dən başlamaq onun üçün məqsədə uyğundur. Lakin ACC-in 13 dənə sertifikatını tamamlayacağam, ACC member olacağam. Bu kimi şeylər çox da vacib deyil. Bunlar sadəcə göstərişdir. Amma ACC-in vacib olan sertifikatlarını almaq tələbə üçün mütləqdir. Ən vacib olanlar? Məsələn, tələbə əgər mühasibatlıq, maliyyə yönümlü istiqamətlənirsə, ACC-dən F3 və F7 sertifikatlarını almağı onun üçün kifayətdir. Həm uçot baxımından, həm də hesabatların hazırlanması baxımından və riskləri də əhatə edir F7 sertifikatı öz içərisində. Yox, tələbə məsəl üçün istehsal sahəsində, idarəetmə sahəsində işləyirsə, əlavə olaraq F2, F9, F5 sertifikatlarına da yiyələnə bilər. Yox, tələbə məsəl üçün mənim kimi audit sahəsinə yönəlirsə, F3, F7-dən paralel mütləq F8 sertifikatına da yiyələnməlidir ki, audit sahəsində də beynəlxalq biliklərə malik olsun. Yəni, tələbənin istiqamətindən sonra ACC sertifikatlarının dəyişir ki, hansı sertifikatlar alınmalıdır. İləriki dönəmdə karyerada inkişaf elədikcə, başqa iş təklifləri gəldikcə, digər sertifikatlara da addım-addım gəlinə bilər. Amma ilk başda bu sferada alacağı sertifikatlar F3 və F7 sertifikatlar. Çox maraqlı yerə toxunuz. Həqiqətən bunu maarifləndirməyə ehtiyac var idi. Bəzən deyirlər ki, hamısını F13-ə qədər hamısını alıb mən bir olacağam, amma ehtiyac yoxdur da. Fəaliyyət göstərdiyin sahədən asılı olaraq o sertifikatlarını seçə bilərsən, amma təməl olaraq F3, F7-dən başlamaq lazımdır. Sonra hansınsa artırmaq öz fəaliyyətinə əlaqəli olaraq. Elə fikrimizə qüvvətləndirici bir ifadə olaraq deyim ki, hazırda audit sahəsində top 10 şirkətlərdən birində məsələn, menecer vakansiyasında bir vakansiya istəyəndə, audit meneceri istəyəndə o şəxsdən tələb F3, F7 və F8 sertifikatının olmalıdır. Yəni, şəxsə tələb ACC member və yaxud ACC-dən affiliate olmalı deyil. Sadəcə olaraq F3, F7 və F8 sertifikatının olmalıdır. Bu da onu göstərir ki, hazırda bazarda da tələb ixtisasını bilməkdir, nəinki digər sahələrdən əlaqəli bir işlərə malik. Çox gözəl, Orxan müəllim, çox gözəl vurğuladınız. Bir şey toxunmaq istəyirəm. Məsələn, deyək ki, tələbə dediniz könüllü başlamalıdır. Könüllü başlamaq üçün yəni bugün şərait varmı? Yəni mən hal-hazırki bazardan o qədər məlumatlı deyiləm. Bəli, hazırda könüllü istiqamətində kifayət qədər böyük vakansiyalar mövcuddur. Xüsusi bir tələblər də yoxdur. Siz özünüz hardan başlamısınız? Özlərinizdən misal olaraq. Məsələn, bizim tipli bir mühasibat yönümlü gedənlər, maliyyə yönümlü gedənlər düşünürəm ki, məsələn, dövlət qurumlarından biri asan xidmətdə başlaya bilərlər. Müəyyən dərəcədə sosiallaşmaqlarına səbəb ola bilər. Bir-ikinci kurslarda orada müəyyən fəaliyyətlərdə məşğul ola bilərlər. Əlavə olaraq müəyyən demək ola bilər maliyyə sahəsində könüllü tələb olunsun, mühasibatlıq sahəsində könüllü tələb olunsun. Kifayət qədər şərait var ki, tələbə özünü inkişaf etsin. Bəli, hər ixtisasa uyğun könüllülük proqramları var. Məsələn, tutaq ki, tələbə əgər rejissorluq sahəsində və yaxud aktyorluq sahəsində məşğul olursa, Medianın İnkişaf Agentliyində media könüllüləri proqramı var. Ekologiyadan məşğul olursa, ekologiya könüllüləri proqramı var. Yəni, Azərbaycanda bu dəqiqə könüllülük proqramlarının sayı demək olar ki, çoxdur. Əgər tələbə istəsə, başlaya bilər, uğurlu başlaya bilər. Çox gözəl. Orxan müəllim, deyək ki, tələbə bir iş tapdı özünə, bir yerdən başladı. Həmçinin təhsil də davam eləyir. Bir tərəfdən universitet imtahanları, bir tərəfdən iş. Bu tarazlığı necə saxlasın? Yəni, bu çətindirmi, yoxsa öhdəsindən gəlmək olurmu? Əslində, ilk başlarda uyğunlaşan dövrə qədər, adaptasiya olan dövrə qədər bu proses çətin irəliləyir. Həm iş, həm dərs, həm sertifikasiya imtahanına hazırlaşmaq, həm başqa işlər, şəxsi həyat və s. bu tipli çətinliklər yaranır. Amma bunu da təbii ki, tələbə əgər istəsə tarazlaya bilər. Belə ki, məsələn, mən öz həyatımdan gətirmək istəsəm, mən adətən sertifikasiya imtahanından paralel həm universitetin imtahan periodu, həm iş periodunda daha çox bunu tənzimləmək üçün səhər tez qalxmağa üstünlük verirdim. Məsələn, səhər saat 6-7 oyanırdım, saat 9-a qədər iş perioduna qədər olan dövrdə xüsusi bir sertifikasiya hazırlığı həyata keçirirdim. Tutaq ki, F7-yə hazırladığım periodlarda bu belə olub, F3-də hazırlaşdığım periodlarda da belə olub. Həmin o 2 saat həm səhər çox verimli olduğun dövrdür, həm də sənin nə universitet saatlarındır, nə də iş saatlarındır. Bu baxımdan həm rahat şəkildə sertifikasiya imtahanına hazırlaşırsan, daha sonra 9-dan 6-ya qədər və yaxud 9-dan part-time işləyirsənsə, saat 1-ə 2-yə qədər ofisdə olursan və daha sonra universitetə gedirsən. Yəni, və nəzərə alsaq ki, həftədə iş günləri adətən bugünkü bazar şəraitində 5 gündür çox şirkətlərdə. Həftənin 6 və bazar günlərində tələbənin öz universitet dərslərini və digər sertifikasiya imtahanlarına hazırlaşmaq üçün kifayət qədər böyük bir vaxt. Əgər tələbə vaxtını düzgün qiymətləndirsə, səmərəli keçirsə, digər əlavə işlərdən az məşğul olsa, bu halda çatdıra bilər, tarazlıq yarada bilər.
Bəli, siz bunun elə bariz nümunəsiz. Bu daha çox tələbənin öz məsuliyyətindən irəli gələn bir şeydir. Çox sağ olun Orxan müəllim, bu mövzunu da toxundunuz. Bir də tələbələr məsələn təhsillə yanaşı daha hansı tələbəlik dövründə daha hansı bacarıqlara yiyələnsələr yaxşı olar. Yəni iş tapdı, müəyyən qədər təcrübə əldə elədi, sosial bacarıqlarını genişləndirir və təhsil alır. Başqa nə üstünlüklər qazana bilər özü üçün? Tələbə iş həyatına atılmamışdan əvvəl və iş həyatı periodunda özünü inkişaf elətdirmək üçün ən birinci özünə yönümlü, ixtisasına yönümlü işlərlə məşğul olmalıdır və ixtisasına yönümlü kurslara müraciət etməlidir. Mütəmadi olaraq özünü inkişaf elətdirməlidir. Çünki bazar şəraiti hazırda rəqabətçildir. Bizim sferanı götürsək, maliyyə mühasibatlıq sahəsində kifayət qədər beynəlxalq və yerli sertifikasiya imtahanları var. Hər şəxs müxtəlif sertifikasiya imtahanına yiyələnir və bazarda öz yerini tutmağa çalışır. Buna görə də kompüter bilikləri mütləq olmalıdır. Kompüter biliklərindən hazırki bazar şəraitlərində 1S proqram təminatını bilmək üstünlükdür və Excel-i yaxşı formatda bilmək üstünlükdür. Excel çox böyük üstünlük sağlayır. Xüsusilə Excel-i qeyd eləmək istəyirəm. Həm böyük şirkətlərdə, həm kiçik şirkətlərdə, bütün hər yerdə, ən kiçik müəssisədə belə Excel biliyinin olması çox vacibdir. Bu baxımdan Excel-i yaxşı öyrənsinlər və 1S proqramını yaxşı öyrənsinlər. Əlavə olaraq da iş həyatına atıldıqca böyük şirkətlərdə ERP sistemin dəstəklədiyi digər proqramlar və s. də iş həyatında artıq onun məntiqini çözəcəklər və rahat şəkildə onu mənimsəyəcəklər. Hər hansı bir problem olmayacaq. Təməl bazalar deməli Excel, Microsoft proqramları. Əlavə olaraq da təkcə nəzəridən kifayətlənməsinlər. Bugünkü iş həyatında bilirik ki, biz bir işə qəbul olmaq üçün mütləq şəkildə bir müsahibə periodunu keçməliyik. Həm müsahibə periodundan uğurlu olmaq üçün tələbəyə mütləq yumşaq bacarıqların olmağı da böyük üstünlük qazandırır. Ünsiyyət bacarığı, analitik düşünmə bacarığı, tez bir zamanda vəziyyətdən çıxma bacarığı, bu tipli bacarıqlar, vaxtı idarə etmək, bu tipli bacarıqlar da tələbəyə böyük üstünlük qazandırır. Bununla əlaqəli də elə İqtisadi Araşdırmalar Tədris Mərkəzinin özündə, həm digər tədris mərkəzlərində müxtəlif seminarlar, webinarlar keçirilir. Həmin webinarlarda, seminarlarda iştirak edə bilərlər. Nəzərə alsaq ki, həmin webinar və seminarların çox hissəsi ödənişsiz formatda olur. Bu da tələbəyə hər hansı bir büdcə çatışmamazlığına gətirib çıxarmır, rahat şəkildə iştirak edə bilərlər. Bəli, çox gözəl. Orxan müəllim, belə bir mövzuya da toxunaq. Tələbə iş tapmaq mərhələsində hansı çətinliklərlə üzləşir və bunun qarşısını necə ala bilər? Tələbə iş tapmaq sahəsində ən çox vaxt problemi ilə üzləşir. Bilək ki, hazırki dövrdə Azərbaycanda yerləşən universitetlərdə iş qrafiki, daha doğrusu dərs qrafiki bəzi vaxtlarda, tutaq ki, 4 kurs tələbə bir universitet periodu keçirirsə, həmin 4 kursun 2 kursunda səhərdən günortaya qədər, növbəti 2 kursunda səhərdən axşama qədər və yaxud elə universitetlər var ki, bir gün günorta, bir gün səhər olmaqdan keçirilir. Elə universitetlər var ki, nisbətən tələbəyə sərbəstlik yaradır. Yəni, hazırda universitetdə qrafiklər müxtəlifdir. Bu qrafikə uyğun olaraq tələbə özünü iş həyatına nəzərə almalıdır bu qrafiki və ona uyğun iş həyatına başlamalıdır. Məsələn, belə ki, məsələn, mən təhsil aldığım universitetdə, Xəzər Universitetində bizdə 1-ci və 2-ci kurslar istisna olmaqla 3 və 4-cü kurslarda adətən tələbəyə sərbəst qrafik seçimi verirdilər. Belə ki, adətən işləyən tələbələr saat 18:30, 19:00 kimi dərslərə başlayırdılar. Bu da tələbəyə böyük bir üstünlük qazandırırdı. Nəzərə alsaq ki, hazırda iş yerlərində 9-dan 6-ya qədər iş qrafiki daha çox keçərlidir. Tələbə rahat şəkildə 9-dan 6-ya qədər işləyib, 6-da işdən çıxıb və 18:30 üçün gedib universitetə çata bilir. Yəni, bu da böyük bir üstünlük qazandırır. Buna görə tələbəlik həyatına atılmamışdan əvvəl də düşünürəm ki, tələbələr bir araşdırma eləməlidir, abituriyentlər bir araşdırma eləməlidir ki, hansı universiteti seçsəm növbəti periodda işləyə bilərəm, növbəti periodda daha rahat iş tapa bilərəm, hansı ixtisasla əlaqəli fənlər keçirilir və yaxud həmin ixtisasla əlaqəli fənləri keçirilən müəllimlər hansı dərəcədə peşəkardır, harda işləyirlər. Bu tipli araşdırmalar da mütləq şəkildə olmalıdır universitet seçimində. Bəli, çox gözəl Orxan müəllim. Bəs məsələn, sözsüz ki, təzə başlayanda, ilk başlayanda çətinliklərlə üzləşirlər. Yıxılmaq, durmaq, yəni bir kələ-kötür yoldan keçirlər. Bunun üçün bir motivasiya mənbəyi necə, siz məsələn necə buna əzmkarlıqla davam edirsiniz? Çətin bir yoldur təbii ki, illərlə davam edir, həm təhsil, həm iş. Bunu bir necə deyim, özünün bir ruh yüksəkliyi tapmaq üçün tələbəyə nə məsləhət görərdiniz? Əslində düzdür, tez-tez düşüşlər olur. Çünki sadəcə həyatın oxumaqdan, işləməkdən, sertifikasiya imtahanına hazırlaşmaqdan, xüsusilə bizim ixtisasla əlaqəli sahələrdə ibarətdir. Lakin düşünürəm ki, tələbənin ən böyük motivasiyası onun uğuru olmalıdır. Məsələn, tələbə hər hansı bir F3 sertifikatını aldıq, tutaq ki,
tələbə özünə motivasiya görməlidir ki, digər tələbələrdə bu EFÜT sertifikatı yoxdur. Mən biraz əziyyət çəkdim, EFÜT sertifikatını aldım. Növbəti periodlarda mən bazarda daha yaxşı yer tapacağam, daha böyük uğurlar qazanacağam. Yəni tələbənin əsas uğuru onun motivasiyası olmalıdır. Bəhrəsini görə o daha da motivasiya. Bəli, ondan motivasiya almalı deyə düşünürəm. Digər şeylərin motivasiyası qısa müddətli olur və tez keçir, amma uğurunun motivasiyası daha uzun müddətli olur və onun daha uğurlu olmasına səbəb olur. Bəli, çox sağ olun Orxan müəllim. Orxan müəllim, yekun olaraq bu danışdıqlarımızı ümumiləşdirsək, tələbələrə nə məsləhət görərdiniz? Yekun olaraq danışdıqlarımızı ümumiləşdirsək, tələbələrə abituriyent dövründə universitet seçərkən mütləq şəkildə universitetlə maraqlanmalarını, ixtisasla əlaqəli fənlərin kimlərin tədris etdiyini bilməlidirlər. Universitetdəki dərs saatlarını mütləq müəyyən etməlidirlər. Universitetə daxil olduqdan sonra bir neçə ay adaptasiya periyodundan sonra mütləq könüllü fəaliyyətlə məşğul olmalıdırlar. 3-cü kursdan etibarən təcrübə proqramlarına müraciət etməlidirlər və öz ixtisasını genişləndirmək üçün mütləq şəkildə ixtisasla əlaqəli sertifikasiya imtahanlarına hazırlaşmalıdırlar mütəmadi olaraq. Üst 4-cü kurslarda, 3-cü kursda daha çox təcrübəçi periyodunda əhatə olunmalıdır. 4-cü kursdan etibarən isə artıq iş həyatına atılmalıdırlar və özlərini yenə də daimi inkişaf etdirməyə davam etməlidirlər. Əlavə olaraq karyeraya başlamaq üçün əgər karyera hədəfi yerli şirkətdirsə, bizim sahədə konsaltinq şirkətlərlə başlamağa daha məqsədə uyğundur. Çünki konsaltinq şirkətində nəinki bir ixtisası, tutaq ki, tələbə tikinti şirkətinə getdiyi zaman ancaq tikintidən əlaqəli mühasibatlıq öyrənir, amma konsaltinq şirkətinə getdiyi zaman nəinki tikinti, onun əlində 10 dənə şirkət olur və 10 dənə şirkətin müxtəlif sferadan mühasibatlığını öyrənə bilir. Bu baxımdan konsaltinqdən başlamaqları onlara nisbətən az qazanc qazandıracaq, amma çox şey öyrədəcək. Bəli, hər tərəfli inkişaf edəcəklər. O baxımdan karyeranın bir ilini konsaltinqə sərf eləmək düşünürəm ki, digər sahələrdə 5 il təcrübəyə bərabər olan bir təcrübə olacaq. Təbii ki, əgər bu normal konsaltinqdən söhbət gedirsə. Yox, əgər tələbə mütləq xarici şirkətlərdə işləmək istəyirsə, bu da seçdiyi bir karyera yolu ola bilər. Bu da məqsədə olduqca uğurlu bir karyera yoludur. Bununla da karyerasına başlayıb olduqca uğurlu olan şəxslər var. Bu halda düşünürəm ki, öz ixtisası ilə əlaqəli yaxşı şirkətlərdə təcrübə proqramına daxil olmalıdır. Tutaq ki, şəxs audit sahəsini özünü inkişaf etdirmək istəyirsə, maliyyə audit sahəsini inkişaf etdirmək istəyirsə, daha çox onun seçimi ilk 10-luqda yerləşən audit şirkətlər olmalıdır. İlk 10-luqda yerləşən audit şirkətlərində könüllü təcrübə proqramı və ya iş həyatına atılmaq onun üçün böyük üstünlük qazandırır. Eyni zamanda bəzən tələbələrdə belə bir yanaşma yaranır ki, mən universiteti bitirdikdən sonra ortalamam da yüksəkdir, dövlət təqaüdü ilə və yaxud digər hallarda xaricə təhsil almağa getmək istəyirəm. Xarici Big Ten dediyimiz ilk 10-luq şirkətlərdə, xüsusilə də ilk 4-lük audit şirkətlərində işləmək onlara bu yolda biraz da təkan verəcəkdir. Belə ki, tutaq ki, tələbə qəbul aldığı hər hansı bir xarici ölkədən dövlət təqaüdündən getmək istəyir və burada da normal bir işi var. İşini, əgər yerli şirkətdirsə, işini burada qoyub getməlidir, orada sıfırdan başlamalıdır. Yox, əgər xarici şirkətdirsə, xarici şirkətin həmin ölkədə nümayəndəliyi də varsa və həmin ölkədə filial da varsa, həmin filiala yönləndirəcək və həmin filiala öz karyerasını olduğu yerdən davam edəcək. Bu da böyük bir üstünlükdür tələbə üçün. İşini itirməmək, həm də təhsilini davam elətdirmək üçün. Ümumi olaraq, əgər tələbələr, belə deyim, əgər tələbələr istəsələr, vaxtlarını düzgün istifadə eləsələr, səmərəli keçirsələr, karyeralarında olduqca uğurlu ola bilərlər. Yəni, mən tələbə vaxtında iş tapa bilmirəm, bəhanədir, o bəhanənin arxasına sığınmayaq, çalışaq ki, iş tapaq və karyeramızda uğurlu olaq. Bəli, çox sağ olun Orxan müəllim. Hal-hazırda bugünkü Azərbaycanda bu daha münbit şərait var. Bizim dönəmimizdə, məsələn, 99-2000-in əvvəllərində bu şəraitlər yox idi tələbələr üçün. İş tapmaq da olmurdu, təcrübə proqramları da yox idi, kurslar da yox idi. İndi isə maşallah hər şey, yəni hər tələbənin inkişafı üçün hər cür şərait var. Qalıb ki, bir dənə bundan istifadə eləsinlər və özlərini inkişaf elətdirsinlər. Çox sağ olun Orxan müəllim. Dedikləriniz çox faydalı oldu gənclərə. Bir motivasiya da verdi və bu yolu uğurlu keçmiş bir insanın belə deyək, qısa bir həyatını izlədilər sanki. Bunun özü böyük bir motivasiyadır. Bir yol cizdiniz onlar üçün. Təşəkkür edirəm buna görə sizə. Gənclərimizə dəstək oldunuz. Çox sağ olun Orxan müəllim. Əziz gənclər, həyatınızın ən enerjili, ən aktiv dönəmini yaşayırsınız. Bu vaxtdan səmərəli istifadə etməyə çalışın. Boşuna keçirməyin zamanı. Sonradan kaş ki vaxtında edərdim deyib peşmanlığı yaşamamaq üçün Orxan müəllimin dediyi faydalı sözlərdən yararlanın. Özünüzü daim inkişaf etdirin. Gələcək sizin əlinizdədir. Daim fəaliyyətdə olun. Təbii ki, bu yolu siz ilk keçdiyiniz üçün çətinliklərlə üzləşəcəksiniz. Siz həyatınızda yeni bir cığır, yeni bir yol açılışsınız. Kələ-kötür daşlı yollarla gedirsiniz. Amma motivasiyadan düşməyin, həvəsdən düşməyin. Əgər bir hədəfiniz varsa və o hədəfə çatmaq üçün bir səy göstərirsinizsə, mütləq şəkildə bir nəticə əldə edəcəksiniz.
İzlədiyiniz üçün təşəkkür edirik. Əgər sizin təhsil sahəsində və ya iş sahəsində iş tapmaqla əlaqəli hər hansı bir çətinliyiniz, probleminiz varsa, bizimlə rəy bölməsində bölüşün. Hansı mövzulara daha toxunmağımızı istəyirsinizsə, onu da bizə yazın. Gələn verilişlərimizdə o mövzuları mütləq işıqlandıraq. Sağ olun, diqqətiniz üçün təşəkkür edirəm.